Deməli, bugün random password yaradacaq və başlayacaq lazım hamısı. Bunu funksiya ilə yazacaq. Deməli, funksiyanı açırıq. Funksiyanı açandan sonra bura bir dənə ad verək. Deməli, ən birinci dəyişən adlarını verək. Random belə bir şey verək. Yaxşı. Bundan sonra bir dənə də istifadəçinin bir dənə ədəd alaq. Bu da olsun ki, user böyle prompt daxil et. Bax belə. İngiliscə bir dənə boş dəyişən yaradaq. Result bərabərdir bir dənə boş. Hamısını da əlavə edəcəyik. Deməli, keçirik fora. Bunları başlayalım, hamısını başlayalım. Deməli, buraya yazırıq. Deməli, burada dövr eləmək üçün yazacaq. Yəni, neçə rəqəm istəyirsə istifadəçi. O rəqəmin uzunluğu qədər biz ona bir dənə parol verəcəyik. Onun üçün belə bir şey yazırıq. Deməli, keçirik belə. Resulta əlavə elədiyimizə görə belə bir şey yazdıraq və random bir dənə arrow açırıq və burada ən birinci mat edirik. Mat. Tam ədədə çevirmək üçün biz bunu yazırıq. Randomdan aldığımız ədədi tam ədədə çevirməliyik. Ona görə bu ədədi alırıq. Ondan sonra mat random ədədimizi alacaq burada. Random ədədimizi aldıq. Və bunu nə etməliyik? Bu ədəd var ya, buradakı random ədədin uzunluğunu vurmalıyıq. Çünki hamısını hesablasın. Ona görə buraya yazırıq. Random length yazılıq. Və ondan sonra bura hazır olduğuna görə biz bunu çıxardacaq. Return result və ondan sonra function'ı çıxardacaq loga. Bu da deyildi random password. Okay. Və indi gəlin yoxlayaq. Deməli, parolumuzu daxil edək. 12 dəqiqə. Parolumuzu daxil edək. 12 yazdıq və gördüyünüz kimi aldı. Bu qədər gəlin. Məsələn, deyək, 8 parollu bir dənə qəşəng çətin parol içirik. Yazırıq, gördüyünüz kimi alınır. Bunu daha da qabağa çəkə bilərik, yaxşılaşdıra bilərik. Məsələn, istifadəçi rəqəm yazmasa, istinadla onu biz düzgün ədəd qeyd edin yaza bilərik. Ya da boş bir şey göndərsə, onu boş mesaj göndərilməz. Belə bir şey eləyə bilərik. Bu qədər. Çox sağ olun, təşəkkür edirəm.